Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Sizin yanınıza motivasiya ilə gəlmişəm. Bilirəm ki, bu tip olan videoları siz çox bəyənirsiniz və ona görə sizin üçün biraz motivasiya çəkdim. Dedim sizinlə birlikdə evi səliqəyə salaq. Amma əvvəldən sizdən bir xahişim var. Əgər kanalıma abunə olmamısınız, dəstək üçün mütləq abunə olun. Rəy bölməsinə smaylik saxlamağı və like eləməyi unutmayın. Hər bir elədiyiniz hərəkət mənim videomu qabağa çəkir. Bilirəm ki, bu sizə heç də çətin deyil. Sadəcə bir neçə saniyə vaxt aparacaq, amma məni isə lap çox sevindirəcək. Nəhayət ki, mən divana vaxt ayırdım. İstədim onu təmizləyim. Çoxdan da istəyirdim ki, bunu təmizləyim. Çünki burada pokrival gördüyünüz kimi yoxdur. Əvvəllər var idi, sonra xarab olmuşdu, cırıldı, onu atdım. Sonra başqa bir şey əlavə buraya elədim və gördüm ki, heç də uyğun deyil. Ona görə onu da yığışdırdım. Və indi bir neçə vaxt belə istifadə eləmişik divanı. Görürəm ki, divan belə çox ləkələnir, xarab olur və ona görə düşünürəm nə vaxtsa gedim divana pokrival mütləq alım. Özdə bu yaxınlarda Sədərəyə getmişdim, amma sizsiz getdim. İstədim biraz video çəkim, amma ki tələsirdim. Vaxtım az idi. Həm gec getmişdik deyə nəyə görə getdik imенно onu almağa çalışdım tez bazar. Yoxsa ki video çəkəndə həm vaxt itkisidir, həm də ki istədiyimi görmürəm. Video çəkəndə nəyə görə gəlmişəm unuduram və çalışıram sizə video çəkim, danışıram. Amma nəyə görə gəlirəm sразу unuduram. Əlimdə spesik olsa da yenə də fikrim dağılır. Nəysə, biraz Sədərəkdə gəzdik, istədiyimizi aldıq. Yenə də bu pokrivalların qiymətinə baxdım. 65 manatdan başlayırdı. Ondan ucuzu da var idi. Parçası xoşuma gəlmədi. Həm bizim divana uyğun deyildi, həm də ki parça xoşuma gəlməmişdi. 65 manat da ona verə bilmədim. Mənim üçün çox bahadır və ona görə mütləq yenə də axtaracağam. Əgər qabağıma ucuz variantı düşsə, mütləq alacağım. Çünki divanı pokrivalsız saxlamağa çox çətindir. Bizlərin çoxusu məsləhət görürlər ki, Temudan alım. Amma ki, Temu bilirsiniz, bəzi vaxtları elə bir şey zakaz eləyirsən, görünüşü çox gözəldir. Amma materialı gələndə baxırsan ki, istədiyin kimi deyil. Ona görə Temudan zakaz eləmək istəmirəm. İndi ilin axırı deyə həmişə yeni il qabağı çoxlu endirimlər olur. Onu gözləyirəm. Instagramda bəzi tekstil dükanlara abunə olmuşam və hər dəfə izləyirəm. Gözləyirəm ki, nə vaxt endirim olacaq, onda gedib alaram. Divanı təmizləyəndən sonra keçdim xalçaya. Əslində xalçaları necə təmizləməyi xoşlayıram. Çölə çıxardıb, o ipdən asıb, qəşəng onu çırpasan, ondan sonra vanişla yaxşıca təmizləyəsən və quruyandan sonra evə təzədən gətirəsən. Amma ki, bu xalça çox ağırdı. Həm evdə yoldaşım olmamışdı deyə dedim, ağır xalçanı qaldırmayım, belə təmizləsəm, yenə də təmizlənər. İndi beynimə girib ki, növbəti YouTube-dan maaş alanda istəyirəm özümə buxarla təmizləyici o vasitə olur. Bilmirəm, Azərbaycan dilində ona nə deyilir. Buxarla təmizləyirsən onu. Belə bir şey almaq istəyirəm xalçalar üçün, divan üçün, belə yumşaq mebellər təmizləmək üçün istəyirəm. Əslində onların qiymətini heç bilmirəm neçəyədir, amma nəsə beynimə düşdü və istəyirəm belə bir şey alım. Evdə bütün divanlardır, sonra kravatlardır, onları hamısını ondan təmizləyim. Rötka ilə üstündən keçsəm də, yenə də divan mənə elə gəlir ki, tozlu qalıb, yenə də biraz çirkli qalıb və ona görə heç razı qalmamışam və ona görə görək. Bəlkə də belə bir şey alacağım və alsam əgər mütləq sizə deyəcəm bu yaxşı bir şeydir, yoxsa yox. Əslində mənə elə gəlir ki, çox qəşəng bir şeydir. Çünki bəzi blogerlərdə baxıram, onlar da alıblar və çox da razıdırlar. Bu arada bugün dekabrın 3-üdür. Biz bu vaxtları həmişə yolka qoyurduq, amma bu il nəsə gecikirik. Əslində ucu qoymaq istəyirəm. Sadəcə bir dənə lüstrlar qalıb, onları da təmizləyim, qəşəng yuyum və ondan sonra uşaqlarla bir gün axşam yığışarıq, ailəvi yolkamızı qurarıq. Əgər məni evdəkilər itirsələr, onda mütləq mətbəxdə tapacaqlar. Çünki mən bütün günü mətbəxdəyim. Pişir, düşür, təmizdə. Belə. Kotlet hazırlayıram qarnira. Püre olacaq. Kartoşkanı uca soymuşam. İndi bunu qəşəng yuyum, hələ ki çirklidir. Yuyum, doğrayım və atım suyun içinə qoy, biraz qaynasın. Nəsə də püre hazırlayım. Burada qab qoymuşam bu kotlet üçün və kotlet hazırlayıram. Bu dəfə kotlet
qaşıqla bura qoyuram. Çünki farş çox belə yağlıdır, yığılmır. Nə qədər bunu yığmaq istəsəm də yığılmır bu farş. Dağılır əlimdə. Ona görə belə eləyirəm. Bura qoyuram. Burada bir yer var. Bir dənə kotleti də bura qoya bilərəm. Oy, bunlar уже hazırdır artıq. Və boş yerə təzə kotletlərimizi qoyaq. Qarnira dediyim kimi püre olacaq bizdə. Mən hətta suxari də hazırlamışam. Elə bildim ki, suxari ilə eləyəcəm. Amma nəsə alınmadı da. Bu farş bilmirəm niyə belə oldu. Əslində bilirəm, yağlı ona görə yığılmır. Adətən filə ilə eləyirəm, toyuq filesi ilə. Onda qəşəng bərk olur və yığılır da əlimdə, dağılmır. Amma indi şeylə eləmişdim deyə yığılmırdı. Baxın, şey də hazırlamışdım, suxari, ceyrancıq köməkçimdir. Suxari hazırlamışdım və istifadə eləyə bilmədim. Çünki bu farş, görürsünüz, əldə yığılmır. Və ona görə belə qaşıqla qoyuram. Eyb yox, belə də dadı dəyişilməyəcək. Sadəcə forma qəşəng olmur da. Eyb yox. Bunları artıq çıxartmaq olar. Bunlar уже pişdi. Bunları götürüm və bunların yerinə başqa farş, başqa kotlet qoyum. Burada da görün nə qədər qablarım var. Bundan, bu köhnə maşınka ilə şey eləmişdim. Suxari da, düz deyirsən, ceyrancıq. Ceyrancıq mənim köməkçimdir. Həmişə yanımda olur. Belə suxari eləmişdim ondan. O birisi tokla olan maşın ət çəkən, ondan heç vaxt eləmirəm. Çünki bir dəfə eləmişdim və onun bıçağını xarab eləmişdim. Ona görə bu köhnəni əllə fırlayanı çıxardıram suxari eləyəndə. O da heç əziyyət çəkmirəm. Uşaqlar sağ olsun. Dəcəcəyirəm. Onlar mənə kömək eləyirlər. Özləri qarışdırır, fırlayırlar. Suxari hazırlayırlar. Belə. Kotletlərimizi hazırlayaq və tez qarnir qoyum. Kartuşkan qoy pişsin. Mən də həmən vaxtı qabları yuyum. Qablar yığılır. Hər 5 dəqiqədən bir bizdə bura doludur. Nəysə, davam edeyim. Bir neçə vlog bundan qabaq bir xanım yazmışdı ki, bu nə kotlet hazırlamısan, əyri-üyrü kotletlərdir. Arada yeməkləri tez bazar pişirirəm ki, uşaqların qabağına vaxtında qoyum, gec yeməsinlər. Çünki evin işi, uşaqların məktəbə aparıb gətirməyə o qədər evdə iş olur ki, amma gün qısadır deyə heç bir şeyi çatdırmırsan. Bilmirəm sizdə necədir. Mən bir işi görəndə yavaş-yavaş o işi görmürəm. Tez bazar iş görürəm. Yavaş-yavaş işləyən qızlardan heç xoşum gəlmir. Bir işi 1 saatla iş görəndə ürəyim sıxılır. Mən tez bazar yeməyə hazırlayan vaxtı əlbəttə ki, kotletlər də biraz əyri-üyrü ola bilər, amma dadına heç də təsir eləmir. Yəqin ki, bu vlogda da həmən o xanım mənə yazacaq. Yenə də sənin kotletlərin əyridir. Bəli, bugün də mənim kotletlərim əyri oldu, çünki onları qaşıqla qoymuşdum.
Bananlı piçeni hazırlayacağam indi və sizə resepti göstərəcəm. Hər dəfə kruasandır, sonra raqalik belə şeylər hazırlayanda mütləq rəylərdə yazırlar ki, resepti göstərin. Mən həmişə dediyim kimi reseptlə hazırlamıram, öz bildiyim kimi eləyirəm. Yəni reseptə baxıram, nəyi əlavə eləyirlər xəmirə. Baxıram və qədərini özüm mənə uyğun olduğu qədər eləyirəm də. Yəni reseptlə eləmirəm. Dəqiq misal üçün un nə qədər, şəkər nə qədər mən heç vaxt reseptlə eləmirəm. Amma sizə indi çalışacağam, bilmirəm alınacaq xəmir onda yoxsa yox. Çalışacağam sizə reseptlə göstərəcəm. Deməli 2 stəkan un götürəcəm. Burada məndə undur. Un götürəcəm. Biraz soda, çay qaşığı soda, yarım stəkan şəkər, 2 dənə yumurta, 2-3 xorey qaşığı süd götürəcəm. Burada hardasa 170-180 qram yağ var və yarım paçka vanil və salam. İndi deməli umac eləyəcəm. Unla yağı umac eləyəcəm. Başqa qabda şəkər, yumurta və süd başqa qabda qarışdıracağam. Sonra bura əlavə eləyəcəm və bundan xəmir yığacağam. Hamısını indi sizə göstərəcəm bir-bir.
Mən bu ikinci partiya idi. Bunu artıq elədim, bitirdim. Soyuducuda yer yoxdur deyə, ona görə bu hələ ki burada dursun. Öz vaxtını gözləsin. Birinci partiya duxovkadadır. Onu çıxardandan sonra bunu qoyacağam. Sonra načinkanı sizə göstərmişdim də necə elədim. Burada tvaroqdur, yarım stəkan, nə yarım stəkan, 2 xorey qaşığı şəkərdir. Kişmişdi biraz və xama əlavə elədim, belə qarışdırdım. Bu qaldı, artıqdır. İndi bunu başqa balaca qaba qoyacağam. Bunu səhər zavtraq eləmək olar, sonra bəlkə bu yaxınlarda bulka eləsəm, lap yaxınlarda bulka eləsəm, bunu ora əlavə eləyəcəm. Belə. Sonra biraz un götürmüşdüm. Gördünüz də, mən sizə reseptlə demişdim 2 stəkan un, amma orada 3 stəkan un gedir. Mən sizə deyirəm axı, məndə resept olmur. Mən həmişə hər şeyi gözü yarı eləyirəm. Yağa baxıb düzəldirəm də. Elə bildim 2 stəkan bəs eləyəcək. Sən demə yox. 3 stəkan bəs eləmişdi. 3 stəkan un əlavə elədim, xəmiri yığdım və burada bir damcı ələkdən keçirtdim unu ki, burada yayanda xəmiri yapışmasın. Əslində yapışmayacaqdı, çünki xəmir özü yağlıdır da, yapışmamalıdır. Amma mən hər ehtimala qarşı un burada özüm üçün hazırladım. Birdən yapışar. Təzədən xəmiri yığım. Artıq xəmir ucu bərkiyəcək. Ona görə piçenyalarda biraz kobud olacaq da, dadsız olacaq belə. Ona görə un götürdüm. Bir damcı istifadə elədim. Hələ görsüz qaldı. Elə bu qədər idi də, hardasa götürmüşdüm. Az götürmüşdüm. Elə o qədər də qaldı. Nəysə, indi buranı səliqəyə salım. O birinci partiyaya çıxan piçenyanı çıxardım. Sonra bunu qoyum. Üsyo, buranı hələ ki səliqəyə salım. Bu da mənim əl işim. Banançıqlar və adi raqaliklar hazırdır. Bu hamısı deyil. Hələ duxovkada yenə var. İkinci partiyanı da qoymuşam duxovkaya. Onlar da hazır olsun. Üzərinə belə şəkər pudra ilə gedəcəm. Hələ ki istidir. Birazdan soyusun və artıq onun dadına baxmaq olar. Artıq sizinlə sağollaşmalıyam. Ümid edirəm ki, sonuna kimi baxmısınız. Dəstək olmaq üçün kanalıma abunə olun, rəy bölməsinə smaylik saxlamağa və like eləməyi unutmayın. Mən isə öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda inşallah ki görüşərik. Hələlik.